Tamam. Deməli uşaqlar, optikaya aid həm də optikaya tapşırıqların izahlarına baxaq. Üç mühitdə şüaların yolu göstərilmişdir. Mühitlərin sındırma əmsalları N1, N2, N3 arasında hansı münasibət doğrudur? Kim izah edə bilər? Könüllü. Deməli uşaqlar, burada görürük ki, 3 dənə mühit var. Bir mühitdən başqa mühitə keçəndə şüanın yolu dəyişib. Yəni Mən işıq sınır. bucaqla tərs asıldı. Və sinus alfa bölünsün sinus beta bərabərdir N2 bölünsün N1. Düzdürmü? Bizdə sındırma əmsallarını soruşur. Harada sındırma əmsalı böyükdürsə, orada nə olur? Bucaq kiçik olur. Deməli, uşaqlar, belə yazmaq olar da, deməli, harada veya bucaqla yazım belə. Salam, salam. Deməli, bucaqla sındırma əmsalı necə asılı olacaq? Yəni, bucaq Tərs. necə? Tərsiniz. Deməli, bucaq kiçikdirsə, deməli, sındırma əmsalı böyükdür, düzdürmü? Bucaqları müqayisə edək buradan. Məsələn, alfa 1 ilə beta 1, sonra alfa 2 ilə beta 2. Düzdür? Deməli, 1-dən 2-yə keçəndə şüa normaldan uzaqlaşır. Deməli, sındırma əmsalı kiçik olan mühitə keçib. Düzdürmü? 2-dən 3-ə keçəndə ümumiyyətcə işıq şüası iki mühitin sərhədi boyunca yayılıb. Yəni, üçüncüdə bucaq ən böyükdürsə, sındırma əmsalı necə olacaq? Ən kiçik olacaq da. Düzdürmü? Onda nə deyə bilərik burada? N1 böyükdür N2-dən. Eləmi? O da böyükdür N3-dən. Söhbəti tutdunuz yoxsa yox? Bura məsələn, bura alfa 1. Aleyküm salam. Alfa 1, beta 1, alfa 2, beta 2 deyək də. Görürsünüz? Beta 1 alfa 1-dən böyükdür. Deməli, ikinci mühitin sındırma əmsalı kiçikdir, 1 böyükdür. Sonra alfa 2 ilə beta 2-yə baxırıq. Beta 2 alfa 2-dən böyükdür. Deməli, sındırma əmsalı ən kiçik olacaq 3-də. N1 böyükdür, N2 böyükdür, N3. Doğru cavab olacaq burada B variantı. Aydındır. İkinci sualda düşmə bucağı nə qədərdir soruşur. Bilirik ki, uşaqlar, düşmə bucağı səthin normalı ilə düşən şüa arasındakı bucaqdır. Səthin normalı sətlə 90 dərəcə əmələ gətirirsə, deməli, alfa plus 25 dərəcə neçəyə bərabər olmalıdır? 90. Onda alfa neçə olacaq? 65 dərəcə olacaq. Bəli, 65 B variantı. Sonra üçüncü sual kim izah edə bilər? Müstəvi güzgüyə düşən işıq şüasının istiqaməti göstərilib. Güzgünü hansı istiqamətdə və neçə dərəcə döndərmək lazımdır ki, qayıdan və düşən şüa üst-üstə düşsün? Deyim müəllim. Denə. Burada 90 dərəcə olanda düşən şüa qaydanla düşən üst-üstə düşür. Bəli. Arada 32-dirsə, Hə. onda 90-a gətirmək üçün 58 sola döndürməlikdir. Deməli, neçə dərəcə fırlanmaq? 90 olması üçün daha neçə dərəcə fırlanmalıyıq? 58. 58 mi oldu? Düzdür. Mən 68 yazdım. Riyaziyyatımı oxucu kəsim. Oldu 58 dərəcə. Necə fırladı? Saat əqrəbinin dönməsinin əksinə. Hansı cavab olacaq burada? A variantı. Düzdür? Evet. Təşəkkür Turan. Sonra 44-cü suala baxaq. İnşallah. 4-cü sual. 4-ü kim izah edər? Əliyə. Buyur. Bizə deyir ki, şüşə hava sərhədi üçün tam daxilə qayıtmanın limit bucağı 42 dərəcədir. Şüa bu sərhəd isə 43 bucaq altında düşür. 43 42-dən böyük olduğu üçün tam daxilə qayıtma baş verir, amma havaya keçmir. Demək, şüşədən havaya keçir, düzdür? Sındırma əmsalı N şüşə böyükdür, N havadır, elə deyilmi? Bəli. N hava. Deməli, limit bucağı nə qədərdir? 42 dərəcə. 42 dərəcə ilə düşəndə bu işıq şüası iki mühitin sərhədi boyunca yayılır. Sınma bucağı 90 dərəcə olur.
Yəni 43-dürsə, yəni bu düşmə bucağıyla, daha doğrusu düşmə bucağı limit bucağından böyükdürsə, onda nə baş verirdi? İşıq şüası artıq ikinci mühitə keçmir, qayıdır elə birinci mühitə. Deməli, burada doğru olanları seçirik. İşığın tam daxil qayıtması baş verir. İşıq havaya keçmir, yəni ikinci mühitə keçmir. Doğru cavab olacaq burada 1-3. Təşəkkür edirəm. Doğrudur. Sonra 5-ci suala baxaq. 5. Ben izah edeyim ben. Buyur. Birincisi düzdür. O düstur İzah var idi. elə də. Ha, İşığın M yayılma sürəti bərabərdir C bölünsün V düsturuydu da. V bərabərdir C böl N deyək. Sındırma əmsal düsturu. Bəli, V bərabər C böl N-dir. Ha, Yayılma Tərs mühəmməti bu arada. sürət kiçikdirsə, sındırma əmsalı necə olur? Böyük olur, düzdürmü? Böyük olur. Deməli, işığın yayılma sürətinin kiçik olduğu mühitin sındırma əmsalı böyük olur. 1 doğrudur. Onda 2 səhvdir. Düzdürmü? 3-də Bəli. nədir? İşıq şüası sıxlığı böyük olan şəffaf mühitdən sıxlığı kiçik olan şəffaf mühitə keçdikdə sınma bucağı düşmə bucağından kiçik olur deyir. O yanlışdı da. Necə olmalıydı? Böyük Ee, olmalıydı çünkü Böyük bucaq artır. olmalıdır. Aha, işıq şüası sıxlığı böyük olandan kiçik olana keçəndə sınma bucağı düşmə bucağından böyük olur uşaqlar. Deməli 3 səhvdir. 4 düzdür. Onda sıxlığı böyük olan şəffaf mühitdən kiçik olan mühitə keçdikdə sınma bucağı düşmə bucağından böyük olur. Doğrudur. Deməli, onda işıq şüası sıxlığı böyük olan şəffaf mühitdən sıxlığı kiçik olan mühitə keçdikdə işıq şüasının tezliyi kiçilir. Dövrətmə periodu dəyişmir də. Yox, tezlik bir mühitdən başqa mühitə keçəndə dəyişmir. Deməli, doğru cavab nə olacaq burada? Düzdür. 1, 4. Əla, təşəkkür. Mənim Deməli- 4 soru oldu. Necə? 4'ü bir də izah edə bilərsiniz. Aha. 4-ü göstərək də buradan. Deməli, normaldır. Bu birinci mühit olsun, ikinci mühit olsun. Deyir ki, işıq şüası sıxlığı böyük olan mühitdən, yəni N1, N2-dən böyük olsa, N2 kiçikdir də, düzdür? Şüa düşür səthə. Sınması düz getməli idi. Bizə deyir ki, sınma bucağı düşmə bucağından böyük olur. Sındırma əmsalı kiçik olan mühitə keçdiyinə görə şüa neyini normaldan uzaqlaşır. Yəni, beta böyük olacaq alfadan. Çox sağ olun. Aydındır? Bəli. Əla. 6-cı sualı kim izah etmək istəyir? Müəllim eləyim. Buyur. Burada 70 dərəcə həmin o düşən şüadır. Düşən şüa ilə güzgü arasındakı Bəli. bucaqdır. Bir də ki, digər tərəfdən şüa qayıtsa, qayıdan şüa ilə də güzgü arasındakı bucaq olacaq. Yəni, Bəli. yox, cavab o olmadı da. Deməli, burada güzgü ilə əmələ gətirdiyi bucaq düşən şüanın güzgü ilə əmələ gətirdiyi bucaq 70-dirsə, düşmə bucağı neçə dərəcədir? 20 dərəcə. Demək, qayıtma bucağı da buna O da qədər 20 dərəcədir. qamma, bu da 20 dərəcədir. Bəli. Bizdə nə Aralarındakı bucaq da 40 dərəcədir. Bizə nə deyir burada? Baxaq. Güzgü üzərində düşmə bucağı neçə oldu? 20 dərəcə. Deməli, 2-yə nə uyğun gəlir? A. A. A, B-də. Qayıtma bucağı da 20-dir. Bu da B oldu. Düşən şüa ilə qayıdan şüa arasındakı 40 bucaq. dərəcə olacaq. 40 dərəcə olan bu C olacaq. Düzdürmü? Bəli. Sonra nə deyir? Düşən şüa ilə güzgü arasındakı bucaq. Şu 70 onsuz dərəcə görünür. 70 dərəcədir. Bəli. Bu D-dir, elə deyilmi? Bəli. D variantı. Y-də bir Qayıdan şüa ilə güzgü arasındakı bucaq da, bax burada 70 dərəcə olur. O da 70 olur. Deməli, bu da Y olacaq, deyilmi? Bəli. Bəli. Təşəkkür Nigar xanım. Doktor Buyurun. Nigar. Növbəti tapşırıqlara keçək. Yan tərəfləri açıq qutuya düşən paralel 1 və 2 şüalarının yolu göstərilmişdir. Qutuya hansı optik cihaz nə yerləşdir? Səpəci. Necə? Linsa, səpici linsa. Bəzi şüalar neyib? Uzaqlaşıb da. Düzdürmü? Paralel gələn şüalar neyib? Səpləyib. Deməli, burada olacaq səpici linza. Toplayıcı linza olsa necə olardı? Kəskin. Kəsşərdir. Paralel getsəydi nə olardı?
düz keçərdi. Düzdürmü? Düz bucaqlı lövhə. Səthinə perpendikulyar düşsəydi elə düz keçərdi. Keçdik ikinci suala. Fokus məsafələri 32 və 12 olan və baş optik oxları üst-üstə düşən, baş optik oxları üstə düşən linzalar sisteminə baş optik oxa paralel şüalar dəstəsi düşür. Linzalar arasındakı məsafə nə qədər olmalıdır ki, deməli, şüalar sistemdən keçərkən özlərinə paralel qalsın. Necə demişdilər şüalar? Hansı şərt olmalıydı? Bunlar arasındakı məsafə L. F1 üstəgəl F2-yə bərabər olmalıydı. Düzdürmü? Məsələn, buradan paralel gələn şüa tutaq ki, düşür F nöqtəsinə gəlsin. Buradan paralel gedirdi. Aşağıdan gələn həmçinin. Demək, bunlar arasındakı məsafə fokus məsafələrin cəminə bərabər olarsa, baş optik oxa paralel düşən şüalar sistemdən keçdikdən sonra da özünə paralel qalır. Yəni, cavablar da santimlə idi. 32 üstə gəl 12. Bu da neçə eləyər? 44 santim. B variantı. Biri toplayıcı, digəri səpicə olsaydı çıxırdı. İşarəni nəzərə almaqla toplayırıq. Məsələn, F1 üstəgəl mənfi F2 olardı da. Aydındır. Bəzən də optik qüvvələr verilir uşaqlar. Onda tərs qiymətlərini toplayarız. 1/D1 üstəgəl 1/D2. Əgər ikisi də toplayıcı olsa. Üçüncü sual kim izah edir? Mən deyim. Başqa? Cavab verməyənlərdən. Mən deyim. Buyur, Aygün. Ben. Buyur, Aygün. Birincidə fokus tor təbəqəsindən qabaqda yerləşir. Ona görə yaxın görmə olacaq. Deməli, bu yaxın görmə qüsurudur. Normalda tor təbəqəsində alınmalıydı, amma alınmayıb da. Qabaqda alınır deyə yaxın görmədir. Deməli, bir yaxın görmədir, bəli. İkidə tor İkincidə tor təbəqəsində təbəqəsindən arxada alınır deyə uzaq görmə olacaq. uzaq görmədir. Bəs belə bir sual düşsə bizə, məsələn, birinci gözün qüsuru nədir? Aradan necə qaldırmaq olar? Birincidə yaxın görmədirsə, onda səpici linzadan istifadə. Ay, sağ ol. Səpici linzalı eynəkdən istifadə etmək lazımdır. İkincidə İkinci uzaqdan gözün görmədir deyə uzaq toplayıcı görmə linzadan. qüsurudur, toplayıcı linzadır, eynəkdən istifadə etmək lazımdır. Təşəkkür. Sonra dördüncü sual. Bunu kim demək istəyir? Dördüncü sual. Cavab verməyənlərdən. Kim cavab verməz? Diyeyim. Buyur. Mənim orada F bölü D 3-ə bərabərdir. Çünki xətti böyütmə. Deməli, 3 dəfə böldürmüş xəyal deyirsə, doğru. G bərabərdir. F Bəli. böl D, o da nəyə bərabərdir? 3-ə. Bəli. Buradan da F Bir də bizə şey Tamam. verib də, cisim məsafəsi verib, düzdür? Linzadan, orada da aha, D neçədir? D 60-dır. 60 santimdir. Aha. Bizdən nə soruşur? Cisim ekrandan hansı məsafədə yerləşər? Kiçik F-i soruşur da bizdən. Elə deyilmi? Cisim, yox, bir dəqiqə. Cisim toplayıcı linzadan 60 santim məsafədə yerləşən ekranda cisim özünün xəyalı alınır. Cisim ekrandan hansı məsafədə yerləşir? Onda bizdən nə soruşur? Xəyalla cisim arasındakı məsafəni soruşur da, elə deyil? Birinci soruşulan başa düşək görək nə soruşur bizdən? Cisim linzadan 60 santim məsafədədir. Müəllim, o F deyil. Necə? O birinci 60 santimetr nə olur? Bax, görürsən, cisim toplayıcı linzadan Xəyal 60 məsafəsi santimetr. deyil. Bu cisim məsafəsidir də. Axı Cismi- deyil, xəyala alınır. Bir dəqiqə. Cismin, sözlərə fikir verək, cismin toplayıcı linzadan 60 santimetr məsafədə yerləşən ekranda. Bəli, doğru deyirsən. Görürsünüz uşaqlar. Şərti elə yazıblar ki, mən də başa düşmədim. Deməli, cismin toplayıcı linzadan 60 santimetr məsafədə yerləşən ekranda. Vay dədən vay. Deməli, bizdən nə soruşur? Cisim ekrandan hansı məsafə? Yəni, D-ni soruşur da bizdən. Düzdürmü? Bəli. Onda necə olacaq uşaqlar? Nə? 3 bərabərdir.
60 bölünsün D olur, düzdürmü? Bəli. Yaşar bəy. D neçə olacaq? 20 santim. Uşaqlar, bax, belə şeylər olur. Şərti diqqətlə oxuyun. Deməli, doğrudur. 5-ci sual. Bunu kim izah eləmək istəyər? Mən Cavab indi burada verməyənlər. bəs özü tərəfdə olmadığını hardan bildik? 80 olmadığını yəni. Bunun hardan bilirik? Bir, böyüdülmüş xəyaldırsa, toplayıcı linzadırsa, böyüdülmüş xəyaldırsa, cisimlə xəyal əks tərəflərdə olur. Linzanın əks tərəfində olur. Aydındır. Aydın. Deməli, mövhumi xəyal olanda eyni tərəfdə olurlar. Sonra 5. Mən deyim. Buyur. Mən burada benzədir ki, baş optik oxa paralel gələn şüalar linzada sındıqdan sonra baş fokus nöqtəsinə keçir. Bu düzdür, toplayıcı linza Deməli, bunu üçün. çəkməyə çalışaq. Bu linzadır. Baş optik oxuda çəkdik. Deməli, paralel gələn şüalar nə edir, xanım qız? Deyir ki, baş fokus nöqtəsindən keçir sındıqdan sonra. Sağ ol, bu doğrudur. Toplayıcıdan söhbət gedir, deyilmi? Bəli. Bu səpici olsaydı necə olardı? Səpici linza olsaydı. Onda geri elə bir qayıdır, elə bir şeylər. Səplərlə uzantıları kəsişərdi, Uzantılar deyilmi? keçir, bəli. Bu doğrudur. Sonra İkinci optik deyir ki, mərkəzdən keçən Sağ ol. şüalar yayılma istiqamətini dəyişmir. Bu da düzdür. Bəli, optik mərkəzdən keçən şüalar yayılma istiqamətini dəyişmir. Bu da doğrudur. Bəli. Sonra baş fokus nöqtəsindən keçib linzaya düşən şüalar sındıqdan sonra baş optik oxa paralel gedir. Düzdür bu da. Bəli, bu da düzdür. Onu da göstərək. Bax, onu da bir yaşılla göstərim. F. Fokusdan keçib linzanın üzərinə düşürsə, sonra baş optik oxa paralel yayılır. Bu da doğrudur. Başqa nə qaldı? 4-də səhv Optik oldu. mərkəzdən şüa keçə bilmir, bu yanlışdır. Deməli, doğru cavab oldu. 1, 2, 3. 1, 2, 3. Təşəkkür edirəm Nuray xanım. Sonra 6-cı sual. Kim cavab verməyib? Mən deyim. Yox. Xeyr, başqasıdır. Başqa? Elnur, səsin gəlmir. Mənim optika biraz Söhbət... nə? Cavab verərəm amma. Bu 6-cı suala cavab verə bilərəm. Buyur. Xəyal düzünəvə böyüdülmüşdür. Bunda düzünəvə böyüdülmüş, ancaq D F-dən kiçik olanda olur. D F-dən kiçik olanda Bəli. necə olur da uşaqlar? Mövhumi düzünə böyüdülmüş olurdu. Bəli. Düzdürmü? Düzünə. Mövhumi düzünə böyüdülmüş. Deməli, hansı oldu burada? D kiçikdir. Deməli, bu oldu Y. Sonra? Daha sonra xəyal tərsinə çevrilmiş və böyüdülmüşdür. Onda D F-lə 2F-in arasındadır. Aferin. Bu da olacaq C. Düzdür? Bəli. Xəyal tərsinə çevrilmiş və kiçildilmişdir. Burada da cavab A olur. Uşaqlar, burada diqqət edin. A olur. Niyə A olur? Çünki 2F, D 2F-dən böyük olanda xəyalı F-lə 2F arasında olur. Ay, sağ ol. Və, yəni, 2F-dən böyük məsafə olmalıdır. Bəs D olmaz onda? Cavablarda deyəsən, D-ni verməyiblər. Bax, D 2F-dən böyükdür, düzdür? Məsələn, D neçə ola bilər? 3F ola bilər də. Bəli. Onda D də ola bilərdi, onda. Düzdür? Bəli. Bu hansına uyğun gəldi? Üçüncü. D də ola bilər. B-dəki özü boyda alınan variant Bəli. uyğun gəlməlidir. Həqiqi tərsinə çevrilmiş, özü boyda olur. Aydındır uşaqlar hamıya. Gəl bir dənə də bunun üzərindən təkrar gedək. D böyükdür 2F olanda, toplayıcı linzada. Xəyal F-lə 2F arasında həqiqi tərsinə çevrilmiş, kiçildilmiş alınır. D 2F-dən böyük olanda. D böyükdür 2F olanda kiçildilmiş alınır da. D bərabər 2F olanda həqiqi tərsinə çevrilmiş, özü boyda. D F-lə 2F arasında olanda həqiqi tərsinə çevrilmiş, böyüdülmüş. Böyüdülmüş. 3F də 2F-dən böyük olduğuna görə burada da kiçildilmiş alınır. Sonra gəldik D kiçikdir F olanda mövhumi düzünə böyüdülmüş olur. Aydındır yoldaşlar? Bəli. Əla. Keçdik növbəti test tapşırıqlarına.
Deməli, mütləq sındırma əmsalı 1/5 olan mühitdən sındırma əmsalı 1/3 və 1/6 olan mühitlərə monoxromatik işıq şüaları keçir. Euler-Venn diaqramında uyğun bəndləri qeyd edin. Baxaq şöyle, alfa sıfırdan fərqlidir. Yəni, normaldan 0 dərəcə əmələ gətirmir. Səthə perpendikulyar deyil. Necə olacaq indi burada? Müəllim, 1/5-dən Sındırma əmsalı 1/2 böyüyəndə, necə? sındırma əmsalı böyüyəndə sürətlə dalğa uzunluğu azalır. İndi bəs 1/5-dən 1/3-ə keçibsə necə olacaq? Sındırma əmsalı azalıbsa, azalırsa, dalğa uzunluğu dalğa artır. uzunluğu ilə sürət artır. dalğa uzunluğu artar, sürət artar. Orada sürət verilmir. Düşmən bucağı sınma bucağından böyük. Düşmə bucağı sındırma əmsalı artıbsa, Müəllim azalıb. azalıbsa nə olacaq onda? Düşmə bucağı sınma bucağından böyük olur. Aha. Deməli nə olacaq onda? 2, 4, düzdür? Tezlik hər Tezlik ikisində dəyişir. dəyişmir. Bu ortaqdır. Aha. Dalğa uzunluğu artır. Bir dəqiqə, dalğa uzunluğu azalırdı. Sındırma əmsalı 1/5-dən 1/6-ya keçibsə, n artıb da. N artanda dalğa uzunluğu azalır. Müəllim, Deməli- 4 də onda 2-yə gedəcək. Bayaqdan desən, səhv dedik. Düşmə bucağı sınma bucağından böyükdür. Yəni onda sındırma Bir- əmsalı bir- artır da. bax, yox. 1/5-dən 1/3-ə keçibsə n azalıb da. Eləmi? Onda sınma düşmədən böyük olur, bəli. Deməli necə olacaq? Sındırma əmsalı azalıbsa, sınma bucağı böyük olur. Elə deyil? Bəli. Deməli, düşmə bucağı sınma bucağından nə zaman böyük olur? Alfa, betadan böyük olur. En artanda. N artanda, Bəli. bəli. N artan al hansıdır bizdə? Müəllim ikinci. Və mən niyə şaşırırsınız? Bəli. Görürsünüz, bir gül kimi demişdim də. Deməli, onda 4 gələcək hara? İkinciyə, düzdür? Düz oldu indi. Bəli. 2, 3, 4, deməli 1. 2, 3, 4, 1. Y variantı. Düzdürmü? Sonra ikinci sual. Cisim toplayıcı linzadan D/4F məsafədə yerləşmişdir. Linzanın xətti böyütməsini hesablayın. Deməli, xətti böyütmənin düsturu necə idi? G bərabərdir F bölü D. F bölü D. Bir də nazik linzanın düsturundan istifadə eləyərək 1 bölü F-də 1 F, bölünür, F-də 1 plus 1 D-də 1. bölünsün 4F, düzdür? Üstə gəl 1 bölü kiçik F. Buradan 1 bölü F-i tapsaq, neçə olacaq? 4F-də 3, düzdür? Onda 1 bölü F 3 bölü 4F-dirsə, onda F neçə olacaq? 4F bölü 3. D-də verilib bizə 4F-dir. 4F-lər getdi, qaldı 3-də 1. Deməli, 3 dəfə kiçildilmiş xəyal alınır. Həqiqətən də D 2F-dən uzaqda onda kiçildilmiş xəyal almalıdır da. Ona görə 3, 4, 2 ola bilməz. Aydındır? Üçüncü sual. Cavab verməyənlərdən kim izah eləmək istəyir? Nigar online buradadır. Nigar Göranboy. Deməli uşaqlar, İzah eləyim müəllim mən. etiraz qaldı. Nadir. Yox Deməli, müəllim. paralel gələn şüa toplayıcı linzada sındıqdan sonra, yəni baş optik yox ha, paralel gələn şüa linzada sındıqdan sonra hardan keçir? F-dən keçir. Uzantısını çəksək, hansı nöqtədən keçər? N nöqtəsindən keçər. Müəllim, orada niyə en olur ki? Nə olsun, nə məsləhət görsən? O dama sayına görə baxırıq. Əvvəldə Düz paralel. uzadıqda diaqonalla gəl. Paralel gəldi, F-dən keçir. Uzadıran N-dən keçəcək də. Diaqonalla gəl. Hə, bəli, başa düşdüm.
Aha. Buyur Nadir, 4-ü izah elə. Müəllim, yuxarıdakı sualda Buyur. sındırma misalı ən birinci sualdır. Aha. Sındırma misalı daha böyük olan mühitə keçəndə perpendikulyara yaxınlaşmır. Yaxınlaşırsa sınma bucağı kiçik olur da. Düşmə bucağı böyük, sınma bucağı kiçik olur da. Belə olmurdu. O da perpendikulyara yaxınlaşanda sınma bucağı böyümür. Kiçilir. Sınma bucağı sağdakı deyil, mühitlə arasında olan. Göstərirəm indi bax. Sınmasa düz gedər, düzdür. Evet. Bura alfadır. Sındırma əmsalı böyük olan mühitə keçəndə bu normala yaxınlaşır da. Bura betadır. N1, N2. Yəni N2 N1-dən böyükdürsə, sınan şüa normala yaxınlaşır. Ona görə bucağı kiçik olur da. Bildim. Aydın oldu. Bəs mühitlə arasında olan bucaq nə olur orada? Necə? Orada B-nin sağındakı bucaq 90-dan qalan. Hə, buranı deyirsən? Ümumi sağdakı 90-dan çıxan. Ümumi adı yoxdur, amma bu əvvəlki istiqaməti ilə əmələ gətirdiyi bucaq var, o meyl bucağıdır. Meyl eləyib. Bildim. Aydın oldu. Evet. Hə, sınan bu beta qarışıq buranı deyirsənsə bütöv. Bu sınan şüa ilə səth arasındakı bucaqdır. Əgər ümumi soruşursansa buranı. Onu deyirdim. Hə, o adı var. Sınan şüa ilə səth arasındakı bucaq. Bildin bu meyl bucağından sonrakini deyirsən. Sonra Nadir bəy fikirləşməyə bax. Müəllim. Buyur. Deməli müəllim, 4-cü sualda birincidə səpicili linzadan istifadə edilir. Belə deyir də, bu hansı qüsurdur? Yaxın görmə qüsuru. Yaxın görmə. Birinci onu müəyyənləşdirib, digəri Uzaq görmə qüsuru. görmə qüsuru. Düzdür? Bizə deyir ki, səpicili linzadan istifadə edilir. Deməli, bunların heç bir normal göz deyil. Yazıb ki, burada variantlardan biri birinci eynəkdən istifadə etməyə ehtiyac yoxdur. Bunların doğrunu seçməlidir. Normal görməsi üçün nə etmək lazımdır? Yaxın Eynək görmə taxmaq qüsuru, lazımdır. yaxın görmə qüsurunu aradan qaldırmaq üçün nə lazımdır? Səpici linza Səpici linza. eynəkdən istifadə etmək lazımdır. Demək, bir düzdür də elə. Ya uzaq görmə üçün də toplayıcı linzadan istifadə etmək Aha. lazımdır. Onda 2 düzdür. Xeyr. İkincisi 4 düzdür. Deməli, 2-yə hansı uyğun gələcək? Toplayıcı Toplayıcı linzadan linza. istifadə etmək lazımdır. Sonra bu da getdi. Başqa nə qaldı? Eynəkdən istifadə ehtiyac yoxdur. Eynəkdən istifadə Qüsursuz gözdən də müəllim eynəkdən istifadəyə ehtiyac yoxdur. Necə? Qüsursuz görməyə aid də O eynəkdən istifadə edilir. normal görmə. Normal görürsə gözün eynəyinə ehtiyac var. Bəli, bildim mən. Aydın. Aydındır. Risovkalıq eləmək üçün olar. Mir Kazım kimi. 5-ci sual. Mir Kazım yox desin. Toplayıcı linzanın fokus məsafəsi 50 santimdir. Optik qüvvənin hesabını. Bu ən çətin suallardan biridir. Hansı ki, nəyə soruşur bizdən? Optik qüvvəni soruşur. D nəyə bərabərdir? 1 bölü 1 böl F. 1 bölü 0.5. 1 böl 0.5. Buradan şey eləyər, 2 dioptriya. Aydındır. Sonra 6-cı sual. Cisim toplayıcı linzadan 2 qat fokus məsafəsindən uzaqda yerləşir. Yəni D böyükdür 2F. D böyükdür 2F olanda nə olurdu? Xəyal Tersine çevrilmiş olur. kiçildilmiş olur. Düzdür? Kiçildilmiş, tərsinə Həqiqi. çevrilmiş, həqiqi olur. Bəli. Deməli, nə olacaq burada? 2, 3, 4. Aydındır. Sonra gəldik 7-ci suala. Deməli, böyüdülmüş, özü boyda kiçildilmiş olur. Birinci böyüdülmüşdən başlayaq. Nə zaman cismin böyüdülmüş xəyal alınırdı? Cisim, bax, belə deyək də, DF2. böyüdülmüş olması üçün Olmasın. 2 hal var idi da. Elə deyilmi? 1, D, F-dən 2 böyük 2F arasında olmalıdır. Bir də D kiçikdir F olmalıdır. Düzdür?
Bəli. Sadəcə bir D kiçik F olanda mövhumi idi xəyal, mövhumi, F-nin 2F arasında həqiqi yox. həqiqi. Sağ ol. İndi baxırıq F ilə 2F arasında olan nöqtə hansıdır? O. O nöqtəsidir. Onda böldürmüş xəyal alınır. Mən niyə o yazdım bura? Variant yazmalıydım. C variantı olacaq. Başqa? D kiçikdir F. Bir də P nöqtəsi olacaq. P nöqtəsi görürsünüz, burada D F-dən kiçikdir, yəni lenzaya daha yaxındır. Özü boyda olması üçün harda yerləşməli idi? 2F-də. 2F-də N nöqtəsi. Bu da uyğun gəlir B variantına. Kiçildilmiş olması üçün Uzaqda. 2F-dən uzaqda olmalıdır M nöqtəsi. Bu da olacaq A variantı. Toplayıcı deyir deyə K-nı nəzərə almırıq, hə? Necə? Orada K nöqtəsi nəzərə almırıq, toplayıcı deyirdi. Əslində burada bir dənə şey fikir verək. Şuanın hardan gəldiyini görmürük də. Düzdürmü? K nöqtəsi 2F-dən uzaqdadır. 2F-dən uzaqdadsa, onun xəyal necə alınacaq? Sağdan sola işıq düşsə. Sağdan sola düşsə, kiçildilmiş olacaq da. Elə deyil. Baxın. Cisim şualar buradan gəlirsə, soldan sağa. Cisim 2F-dən uzaqdadır axı K nöqtəsində. Onda xəyal harda alınacaq? Cisim 2F-dən uzaqdadırsa, xəyal F ilə 2F-in arasında kiçildilmiş alınacaq da. Onda K-nı da götürmək olar, kiçildilmiş üçün. Bildiniz necə uşaqlar? Əgər işıq şüası soldan sağa düşsəydi, soldan sağa, onda bu M, N, O, P nöqtələrinə baxırdıq. Sağdan sola düşürsə, onda K-ya da baxırıq da. Burada elə bir şərt qoyulmayıb ki, işıq hardan düşür. Aydındır? Kim soruşdu onu? Aygün, sən soruşdun? Xeyr, mən. Kim idi soruşan? Fidan. Fidan, maşallah. Diqqət elədin ona. Bu aydındır hamıya? Sonra situasiyanı diqqətlə oxuyun və verilmiş məlumatlardan istifadə edərək 8-10 sayılı tapşırıqlar yerinə yetirin. Şəkildə linzadan 60 sm məsafədə yerləşdirilmiş bir cismi və onun 3 dəfə kiçildilmiş 2 xəyaldır da. Bir cisimdir, cisim. 2 onun xəyalıdır. Necə xəyal alınıb uşaqlar sizcə? Mövhumi deyil. Mövhumi Mövhumi üzünə kiçildilmiş. üzünə Kiçildilmiş. kiçildilmiş. Ay sağ ol. Kiçildilmiş. Bu hansı linzada olurdu mövhumi üzünə kiçildilmiş xəyal? Səpici linza. Səpici linzada. Ay sağ ol. Səpicidə həmişə mövhumi üzünə kiçildilmiş xəyal alınır. Həmişə. Aydındır? Deyir ki, xəyal linzadan hansı məsafədə alınmışdır? Bizdən xəyal məsafəsini soruşur da, elə? Deməli, burada nə edəyək uşaqlar? Şəkildə linzadan 60 sm məsafədə yerləşmiş bir cismi D bərabərdir 60 sm. F böl D bərabərdir. Necə? F böl D. Bizə nə verilib? G verilib də, xətti böyütməsi. F bölünsün, neçə? D neçə dəfə kiçildilib? 3. 3 dəfə kiçildilmiş xəyal alınıb. Düzdür? Onda F nəyə bərabər olacaq? 20. 3 vurulsun G-yə. Düzdür? Bir dəqiqə, düz yazdıq mı? D verilib. F bərabərdir. Mən niyə belə yazdım? D böl 3 yazaram. Elə deyil mi? F bərabər D böl 3. Bəli. F bərabərdir. D bölünsün 3. D 60-dır. Bölünsün 3. Bu da neçə elədi? 20 santim. Sizə attığım cavablarda deyəsən bunu səhv hesablamışdılar. 30 hesablamışdılar. Ona fikir verərsiniz. Linzanın fokus məsafəsini soruşur. Bu səpici linza olduğuna görə -1 bölü F bərabərdir 1 böl D çıxılsın 1 böl F. Düzdür? Onda sağa sola keçirsək bunları 1 böl F bərabərdir 1 böl kiçik F
çıxılsın 1/D olacaq da uşaqlar. Bəli. Aşağıda da FD, yuxarıda da D çıx F. Düzdür? Bəli. Bunu da tərsinə çevirsək, onda F bərabərdir FD bölünsün D çıx F. İndi bunları yerinə qoyaq. Bizə D verilib onsuz da. 60 vur 20 böl 40. Necə? 60 vurulsun 20 bölünsün 40. 60 vur 20. Bir də bunların fərqi, düzdür? Deməli, 1200 bölünsün 40 mı edir bu? Bəli, 30. Bu da 30 santim edir. Bəli. Hər kəsə aydındır? Bəli. Yalan. İndi keçək dalğa optikası ilə bağlı suallara. Uşaqlar, ağ işığın 300'lü şüşə prizmadan keçdikdən sonra 7 rəngi ayrılması baş verir. Bu hadisə hansı hadisədir? Dispersiya. Aysa, dispersiya mənzərəsində ən çox meyl edən şüa hansıydı? Bənövşə. Ən az meyl edən? Qırmızı. Hansının dalğa uzunluğu ən böyük olur? Qırmızı. Qırmızının. Hansının maddədə yayılma sürəti ən böyük olur? O da qırmızı. Bəli. Hansının tezliyi ən böyük olur? Hamısı Bənövşə. bərabər deyil. Xeyr, tezliyi Bənövşə. bənövşədə böyükdür, bəli. Hansının vakuumda yayılma sürəti ən böyükdür? Bərabər. Hamısı bərabərdir. Vakuumda işıq sürəti ilə yayılır. Bəli. Bizə nə deyir? Hansı şüa üçün şüşənin sındırma əmsalı ən böyükdür? Yəni hansı ən çox meyl edib, ən çox sınır? 4. Dördüncü, bəli. B variantı. Sonra monoxromatik işıq hansı işıq demişdik? Mono, tək, xroma rəng. Bir tezlikli. Aydındır, ya qırmızıdır, nə bilim, ya yaşıldır, bir rəngli. İşıq dalğası optik sıxlığı kiçik olan mühitdən, ən kiçik olan mühitdən optik sıxlığı böyük olan mühitə keçir. Ən böyük olan mühitə keçir. Hansı ifadə doğrudur soruş. Sürət azalır. Ən artıbsa sürət azalar, artır səhvdir, sürət dəyişmir səhvdir. Bir də period tezlik dəyişmir. Dəyişmir. Ay, sağ ol. Olacaq burada 1-4 A variantı. Sonra üçüncü suala baxın. Tezliyi 6-10^14 Hz olan yaşıl işıq vakuumdan sındırma əmsalı 2.5 olan mühitə keçdikdə dalğa uzunluğu necə dəyişir? Deməli, əvvəlcə vakuumdakı dalğa uzunluğunu təyin eləmək olar, uşaqlar. Lambda 0 nəyə bərabərdir? S bölünsün nüyə. Yəni 3 10^8 bölünsün 6 10^14. Bu da neçə eləyər? 0 4,5 var. 10 üstü mənfi 6. 0.5 10 üstü mənfi 6 olur, düzdür? Hə? Bəli. Metr. Bunu da nanometrlə yazsaq 500. neçə olur? 500. 500 nanometr. Əla. Bəs mühitə keçəndə dalğa uzunluğu necə dəyişirdi? Sındırma əmsalı n dəfə azalırdı. Yəni 500 bölünsün 2.5 edir də, düzdür? Bu da neçə eləyər? 200 mi? Hə? 200 nanometr. Bizə də deyir ki, dalğa uzunluğu necə dəyişər? Sondan əvvəlki qiymətini çıxırıq. 200 çıxılsın 500. Bu da eləyər -300 nanometr. Deməli, 300 nanometr azalar. Aydındır? Dördüncü sual necə olar? Monoxromatik işıq dalğası sındırma əmsalı böyük olan mühitdən, yəni ən böyükdən hara keçir? Ən kiçiyə. Azalırsa. Tərs avtomatlar ikisi. Artır. Sındırma əmsalı azalırsa dalğa uzunluğu artar. Artır. Bir də sürəti soruşur. Və də S böləndə axı n azalırsa sürət artar. Deməli, hər ikisi artar. Düzdür, millət? Bəli. Sonra, bəs uşaq, impuls necə dəyişərdi? İşığın impulsu. Fotonun impulsu. Tezliklə eyni dəyişir. Aysa, düz asılıdır. Sındırma əmsalı azalsa, impuls azalardı. Bəli.
Difraksiya qəfəsinin üzərinə tezliyi 6, 10 üstü 14 Hz olan işıq dalğası düşür. Alınan spektrdə maksimumların ən böyük tərtibi 4 olarsa, 1 millimetrdə olan ştrixlərin sayını tapın. Demək uşaqlar, difraksiya qəfəsində maksimumlar şərti D sinus fi K vur lambdadır. D-nin də yeni el bölünmesi. Maksimumların ən Lambda- böyük tərtibi deyirsə, sinus fi nəyə bərabər olmalıdır? 1-ə. Bir. Düzdürmü? Onda D bərabərdir K maksimum vurulsun lambda. Düzdür? Bəli. Maksimum Lambdanın da tərtibi verilib. Dörd. Lambdanın da yerinə nə yazarıq? T L bölünür. N. Deməli, K maksimum vurulsun lambdanın əvəzinə S böl nü yazaq. S vur T'dir, S böl nü də yazmaq olar. Bu da eləyər 4 vurulsun 3, 10 üstü 8 bölünsün. Tezlik nə qədərdir? 6, 10 üstü 14. 12-ni 6-ya bölsək 2 eləyər. 2, 10 üstü mənfi 6 eləyir də, hə? Bəli. Metr. Deməli, bizdən nə soruşur? Ştrixlərin sayını. Aynı soru. Difraksiya qəfəsində yadınızdadır uşaqlar. D bərabərdir. L L bölü- bölünsün L N. bölü D. Aha, bizdən N-i soruşur. N də bərabər olar L bölünsün D-yə. Yəni 1 millimetr 10 üstü mənfi 3 metrdir. Bölünsün D. D-ni də tapdıq. 2, 10 üstü mənfi 6. Yəni 1000 bölünsün 2 eləyər də uşaqlar. Bu da eləyər 500. Yaxşı difraksiya qəfəsində uşaqlar. Ştrixlərin sayı 500-dən 1000 arasında dəyişir. Çox vaxtlı fikir vermişəm testlərdə. Ya 500 olur, ya 1000 olur. Amma siz buna arxayın olmayın da hesablayın. Sonra 6. Müxtəlif mənbələrdən gələn işığın yollar fərqi delta D, fazlar fərqi delta F-nin verilmiş hansı qiymətlərində toplanan dalğaların interferensiyasında maksimum şərti ödənilir? Maksimum şərtidirsə, uşaqlar, nə olurdu? Delta D ya 2 K vur lambda olur, ya da ki 2 K vur lambda bölü 2. Yarım dalğa uzunluğu cüt misli. Delta F də 2 K vur pi olurdu. Pi'nin Bəli. cüt misilləri. Gütmüş. Minimum şərtində isə delta D bərabərdir 2K plus 1 lambda bölü 2. Lambda bölü 2-nin tək misli. Və ya delta F bərabərdir 2K plus 1 pi. Pi'nin tək misilləri. Bax, məsələn, birinciyə baxın. 0.5 lambda. Bu nə deməkdir? 1 vur lambda bölü 2. Lambda bölü 2-nin tək misli. Bu minimum şərtidir. Bu getdi. İkinciyə baxın. Lambda. Yəni, ya bu 1 lambda deməkdir, ya da 2 vurulsun lambda bölü 2. Deməli, bu maksimum şərtidir. Baxın. Dalğa uzunluğu tam mislidir. Həmçinin üçüncü. 3-də delta D 2 lambdadır. Bu da maksimum şərtidir. 4-də Pi'nin pi böl 2, pi böl 2-dir də bu. Nə təkdir, nə cütdür. Bu maksimum şərti deyil. Deməli, 5-də delta F pi'dir. Pi'nin tək mislidir. Bu minimum şərtidir. Qaldı nə? 6 delta F bərabər 2 pi'yə. Bu cüt mislidir. Deməli, cavab olacaq 2, 3, 6. Aydın millət? Bəli. Əla. Baxırıq 7-ci suala. Difraksiya qəfəsinin üzərinə normal istiqamətdə ağ işıq dəstəsi düşür. Ekranda birinci tərtib maksimumları alınmış 7 rəngli şüadan 4 ardıcıl şüanın yolu göstərilib. A şüası yaşıl işığa aid olarsa, A yaşıldırsa, yaşıldın yuxarıki qonşusu hansı idi? Dalğa uzunluğu böyük olan. Sarı. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, sonra bənövşə idi, düzdür? Bəli. Deməli, birinci şüa hansı oldu burada? Mərkəzə yaxın olan. Göy. Göy. Axı, tapaq görək harada? Hə, C variantı. İkinci şüa nə oldu? Mavi, B olacaq. Üçüncü şüa sarı. Bu da oldu A variantı. Qonşu şüası narıncı işıqdır. Sarı. Necə? Yəni birinciyə aid olacaq da sarı.
Hansının qonşusu narıncı dedik. Qırmızı, narıncı, sonra sarı gəldi, düzdür? Deməli, bu uyğun gəldi. Narıncıdır. Üçüncü şüayı, düzdür? Baxın, yerlərini düz yazaq bunun. Üçüncü şüanın qonşusu. Qonşu şüası bənövşə işıqdır. Göy qonşu. Deməli, bu da hansına uyğun gəldi? Birə uyğun gəldi, də, düzdür? Düzdür, millət? Bəli. Ay maşallah. Gəldik situasiya tapşırığına. S1 və S2 yarıqlarının üzərinə dalğa uzunluqları uyğun olaraq 750 və 500 olan əvvəlcə qırmızı, sonra isə yaşıl işıq dalğası düşür. A nöqtəsində görüşən dalğaların yollar fərqi 2,25 mikrometrdir. Demək, bundan istifadə etməliyik. Hansı rəngli işıq dalğası düşdükdə A nöqtəsində interferensiya maksimumu müşahidə olunsun. Maksimum şərti delta D bərabərdir K vur lambda. Demək, K tam ədəd olmalıdır. Buradan da tapaq görək delta D böl lambdanı. Yoxlayaq əvvəlcə. Delta D yollar fərqi nə qədərdir? 2,25 10 üstü -6. Lambda 750'dir. Bu da 75 10 üstü -8 olacaq, deyil mi? 10 üstü -8 yuxarı qalxanda müsbət. O da 100. 225 bölünsün 75. Neçə edir bu? 3. 3 edir. Demək, K necə ədəd oldu? Tam ədəd oldu da. Bəli. Demək, burada qırmızı düşəndə maksimum müşahidə olunur. Qırmızı yazsın. Bənövşəni də yoxlayaq. Bəlkə hər ikisini də olacaq, bilmirəm. Deməli, K bərabərdir. Yenə delta D bölünsün. Lambda sonra hansıdır? Yaşıl. Yenə 2 tam %25 10 üstü -6'nı bölürük. 500'dür. Bu da 5 10 üstü -7 edir. Bunu bölsək neçə alınır aşağı? Bir dənə baxın. Düzgün böldük mü? Yuxarıda 2 tam %25 500. 4 tam onda 5 ilə bağlı bir şey mi çıxır burada? Bəli. Burada nə alındı? Kəsrədə də alındı. Deməli, burada maksimum şərti ödənmir. Hansı üçün ödəndi? Hansı rəngli şüa üçün? Birincisi hansıydı? Qırmızı. Bəli. Deməli, qırmızı üçün maksimum şərti ödəndi. Sonra deyir ki, hər iki halda A nöqtəsində görüşən dalğaların fazalar fərqini tapın. Yəqin ki, yadınızdadır, fazalar fərqi ilə yollar fərqi arasında 2 pi bölünsün lambda vurulsun delta D kimi əlaqə düsturu var. Bu da çox yerdə istifadə olunur. Mexaniki rəqslərdə, dalğalar mövzusunda, elektromanyetik rəqslər dalğalarda, hətta dalğa optikasında da istifadə edirik. Məsələn, birinci tapaq qırmızı üçün. Delta fi qırmızı 2 pi böl lambdası neçə idi bunun? 75 10 üstü -8 vurulsun delta D. Delta D'si nə qədər idi? 2 tam 25 10 üstü -6. Sonra burada biraz diqqət eləyin. Görürsünüz, delta D'ni biz yuxarıda tapmışdıq da. Bir dəqiqə 2 pi böl D böl lambdanı tapmışıq da yuxarıda. Görürsünüz, D böl lambda. Burada da D böl lambda var. D böl lambda nəyə bərabərdir? Neçə tapmışdıq qırmızı üçün? Onda nə olacaq? 2 pi vur 3. Neçə elədi? 6 pi. Aydındır? İndi yaşıl üçün hesablasaq. Delta fi yaşıl. Yenə 2 pi. Delta D'nin yerinə 2 tam 25. 10 üstü -6 bölünsün. Lambdası 5. 10 üstü neçə idi? -7. Düzdür? Bunu da neçə tapmışdıq uşaqlar? Delta D bölünsün. Neçə? 4,5. 2 pi vurulsun. 4,5. Bu da neçə elədi? 9 pi mi elədi? Bu şəkildə tapa bilərik. Əslində, bayaq mən dedim, burada kəsr alındı. Yerinə qoyub yoxlasaq, baxın. 9 pi tək mislidir. Deməli, yaşıl düşəndə nə alınıb orada? Minimum alınıb da, hə uşaqlar? Bəli.
Aydın oldu. Göz mən kəsilə görə birbaşa dedim ki, nə maksimum, nə minimumdur. O əslində delta D bölünsün lambda bölü 2-dədir. Kəsilə danında maksimumlarda intensivlik azalırdı, minimumlarda artırdı. Bura qədər aydındır hər şey. Deyir Bəli. ki, A nöqtəsinə S2 yarığından gələn dalğa S1 yarığından gələn dalğa nəzərə nə qədər gec çatır deyir. Deməli, onda necə tapmaq olar? T bərabərdir. Yollar fərqi delta D-dir. İşıq olduğuna görə də S sürəti ilə yayılır. Deməli, neçə olacaq bu? Yollar fərqi 2 %25 10 üstü mənfi 6-dır. Bölünsün 3 10 üstü 8. Yuxarı qalxanda 225 bölünsün. Bu 10 üstü 8 düz yazdıq mı? Baxın. 75 edir böyle. Bölünsün 3'dür, 18. elə mi? Necə? 75 eləyir mən. Bu vahidlərinə baxmaq istəyirdim əslində. Bu metrlə Mənim yuxarıda düzdür belə. yox. Tərtibi Aşağıda necə olur? 8 deyil, mənfi 8 deyil. 75 eləmir. Necə? 75 eləmir, aşağıda mənfi 8 deyil. Düzgün böldük mü? Bir dənə baxaq uşaqlar. 3 onsuz 8-ə bölmüşük. 2 %25. 75 vurulsun 10 üstü mənfi 16 eləyir. Deməli, bu 10 üstü mənfi neçədir? 14 elə. Bəli. Düzdürmü? Hətta bunu da hesablaya bilsək yaxşı olardı. Neçə alınır burada? Deməli, 225 ilə yazsaq, üstünü azaltmalıyıq da, eləmi? 225, 10 üstü mənfi 16 mı olur burada? Bölünsün 3. Neçə? 75. 10 üstü mənfi 16 saniyə elədi bu. Bəli, müəllim. Aydın oldu, millət? Nəsə belə bir qiymət alındı. Var sual? Yoldaşlar, sualınız var? Hayır. Keçək işıq kvantlarına. Deməli, hər bir işıq zərrəciyi fotonları və işıq kvantları adlanır da. Hər bir fotonun enerjisi hansı düsturla hesablanır? Fotonun enerjisi. Başlayayım. H nü və ya H bölü lambda. Enerji tezlikdən necə asılıdır? Düz. Düz, dalğa uzunluğundan Tərs. asılıdır. Bəs fotonun impulsu necə tapılır? P bərabərdir Y bölü S. Y böl S və ya H nü böl S və ya H böl lambda. Bir mühitdən başqa mühitə keçəndə tezlik və enerji necə dəyişir? Tezliklə enerji bir mühitdən başqa mühitə keçəndə hər period da dəyişmir. Deməli, vakuumdan mühitə keçəndə, sındırma əmsalı n olan mühitə keçəndə sürətlə dalğa uzunluğu necə dəyişir? Vakuumdan mühitə keçəndə sürət azalır. İmpuls? O da azalır. İmpuls artır. Deməliyim, bəs vakuumdan mühitə keçəndə Bəli. P bərabərdir Y böl S-dir də uşaqlar. Və ya H nü böl S. H böl lambda. Buradan da H böl lambdanın əvəzinə lambda 0 böl n yazanda n qalxır yuxarıda. Deməli, impuls sındırma əmsalından düz asılır. Aydındır. İşığın təsiri ilə metaldan elektronların qopması hadisəsi necə adlanır? Fotoeffekt. Fotoeffekt üçün Einstein tənliyinin düsturu necədir? Y foton bərabərdir H minimum plus Y kinetik. Yəni, A çıxış, üstə gəlsin, Y kinetik, düzdür. Fotoeffektin neçə qanunu var? 3. Hansılardır? Birinci qanunda nə deyilir? Birinci qanunda nə deyilir? Bir doyma ilə bir də Deməli, qopan elektronların sayı, doyma cərəyanı intensivlikdən, düşən fotonların sayından düz asılıdır. İkinci qanunda deyilir ki, qopan elektronların maksimal kinetik enerjisi, sürəti, impulsu, sonra saxlayıcı gərginlik tezlikdən düz asılıdır, intensivlikdən
Aslı deyil. Deməli, birinci suala baxın. Bizə deyir ki, kinetik enerjinin intensivlikdən asılı qrafiki hansıdır? Aslı değil olacak. Asılı deyil uşaqlar, bəli. Kinetik tezlikdən düz asılıdır. İntensivlikdən asılı deyil. Baxın, bu oldu ikinci qanun. İkinci suala baxın. Fotoeffektdə saxlayıcı gərginliyin katodun üzərinə düşən işığın tezliyinə asılı qrafikində B nöqtəsinə uyğun gələn tezlik hansı ifadə ilə müəyyən olunur? Cevap. Deməli, qalın. Necə? A bərabərdir H minimumdur. H minimum tapanda A bölünsün H olacaq. Bəli, A çıxır, H vurulsun nü minimumdur. Bizdən bu tezliyi soruşur da. Nü minimum nəyə bərabərdir? A çıxır, bölünsün H-a. Hətta burada bir bucaq əmələ gəlir. O bucağın tangensi nəyə bərabər olurdu? H-a, Planck sabitinə bərabər olurdu uşaqlar. Elə deyil. Baxın, bu qrafik hardan başlayır? Mənfi A-dan. Deməli, H nü bərabərdir. A çıxır, üstə gəlsin, Y-U saxlayıcıdır da. Buradan U saxlayıcını tapanda, hətta Y-U saxlayıcını tapanda nə olurdu? Mənfi A çıxır, üstə gəlsin, H nü olur da. Düzdür? Onda U saxlayıcını tapanda nə olur burada? Mənfi A çıxır, bölünsün Y. Düzdür? Üstə gəlsin, H-ni böl, Y olur. Burada deməli A çıxış bölünsün Y olur. Mənim dediyim əslində burada kinetik enerjinin nüdən asılı qrafikində olur. Bucağın tangensi Planck sabitinə bərabər olurdu. Deməli burada nə oldu? A bölünsün H. C variantı. Üçüncü sual necə olar? 3. Burada A çıxış nəyə bərabərdir? Görürsünüz. Düşən işığın fotonun enerjisi 1 elektron volt olanda saxlayıcı gərginlik 0 olub. Deməli, A çıxış nəyə bərabərdir? 1-ə. 1 elektron elektron. volta. Bəs düşən fotonun enerjisi nə qədərdir? Görürsünüz şəkildən 4 elektron voltdur. Bizə deyir ki, C nöqtəsinə uyğun gərginliyi hesablayın. Deməli, bizdən buranı soruşur, elə? Onda nə yazmalıyam? Y foton bərabərdir. A çıxır, üstə gəlsin, Y-U saxlayıcı. Yerinə qoyuram qiymətlərini. 4 elektron volt bərabərdir. 1 elektron volt, üstə gəlsin, Y-U saxlayıcı. Hər tərəfini Y-yə bölərsiniz. Onda U saxlayıcı bərabərdir. 4 çıxılsın 1, yəni 3 volt. Doğru cavab B olar. Dördüncü sualı kim izah eləyər? Pərvin xanım, izah elə bilərsən? Mən baxım. Hı. Bunun kinetik enerjisi 0.4'dür. 0.2'də kinetik Nü 3'ə uyğun olan tezlikdə foton düşürsə, kinetiki nə qədərdir? 0.4. Mən bunun çıxışı isə 0.2'dir. Ay, sağ ol. Aha, Bəli. dinə. Nü 3'ə düşən tezliyə uyğun foton enerjisi də bunları üstə gələcək 0.6. Bəli. A çıxır, üstə gəlsin. Y kinetik 3 olacaq, düzdür? Bəli. Yerinə qoyuruq Y foton 3 bərabərdir. Burada 10 üstü mənfi 18 vurğu da var. Deməli, olacaq 0, onda 2, üstə gəl 0, onda 4 vurulsun. 10 üstü mənfi 18. Bu da eləyər 0,6, 10 üstü mənfi 18 joule. Hansı variantdır? Dadaş. Təşəkkür. 5-ci sualı izah eləsin. Kim? Ayan. Ayan bayan. Buradasan Ayan. Buradayım mən. Buyur. 1 düzdür.
Birinci baxırıq. Y kinetik maksimal nəyə bərabərdir? YU saxlayıcıya, düzdür? Bəli. Deməli, kinetik enerji saxlayıcı gərginlikdən necə asılıdır? Düz asıdır. Düz. Deməli, 2 nöqtəsinə uyğun saxlayıcı 2 nöqtəsini 1,21-dirsə, Aha, sağ ol. Kinetiki də 1,21 dəfə çoxdur. Deməli, onda 2 ilə 3 səhv olacaq, düzdür? bəli, impulsdakı kinetik enerjiden kinetik enerji impulsdan kvadratik asılı olduğu üçün 4 də düzdür. Bəli. Deməli, 1,21-dən kök almalıyıq da. O Bəli. derece 1,1. Təşəkkür edirəm. Çox sağ ol. 1,4 olacaq uşaqlar. Sonra 6-cı sualı kim izah eləmək istəyir? İzah edeyim mi? Eləyim. Buyur. Kim idi birinci soruşan? Ben. Məndən bildim. Kim idi? Nəzrin. Nəzrin, buyur. Səsdən bəzən tanımaq olmur, Nəzrin. Üzrlü hesab elə. Buyur. Bir. Hı -hı. Y kinetik bərabər olacaq H-nin çıxılsın H-nin minimum. Demək, fotoeffektin qırmızı sərhədi verilib, yəni nü minimal. Düzdürmü? Bir də düşən foton tezliyi verilib. Maksimal kinetik enerjisini soruşur bizdən. Ay sağ ol. Deməli, Y kinetik maksimum bərabər olacaq nəyə? H-nü çıxılsın H-nü minimum. Buradan da H-ı mötərizə xaricinə çıxarsaq, nü çıxılsın nü minimum. Yerinə qoyaq, siz köməkli eləyin hesablamağa. 6,6 vurulsa 10 üstü mənfi 34. 34. Vurulsa 10 üstü 14. Deməli, bəli, 3-dən 2-ni çıxırıq da, 10 üstü 14. Bu da neçə eləyər? 6,6 vurulsa 10 üstü mənfi 20. Mənfi 20 nə? Joule var da, Joule. yəni. Aydındır. Təşəkkür. 7-ni kim izah eləmək istəyir? Cavab verməyənlərdən. Deyim. Kim? Metanet. Buyur Mətanət. Deyir, verilmiş metalda fotoeffekt zamanı katoda düşən işıq tezliyini sabit qalanda ləngidici gərginlik də sabit qalacaq. Onlar düz asılı idi deyə. Aha. Hansı olacaq onda? C. C olur da elə. Bəli. Sonra tezlik azalanda kinetik enerjisi azalacaq, ləngidici gərginliyi də azalacaq. Çıxış işindən asılı deyil idi. demək çıxış işi asılı Dəyişməz. deyil. O elə bir variant da Bəli. yox, düzdür? Bəli. Artanda da kinetik enerjisi də artacaq, ləngidici gərginlik də artacaq. Yəni A-nındır. Bəli. Y variantı işləmir. Çıxış işi nədən asılıdır? Necə? Çıxış işi nədən asılıdır? Materialdan asılıdır. Növ materialdan. Bəli. Gəldik situasiya sualına. Nigar, sən bunu soruşmuşdun bugün hazırlıqda. Bəli, buna oxşar topluluğa da var idi ona görə. Eyni suallar. Çıxış işi 2 elektron voltdur. Metalın üzərinə 6,8 düşüb. Fotoeffekt baş verər. Baxın, bu A çıxışdır. Bəli, A Bu da çıxışdan Y böyük foton. bərabər olmalı. Bəli, Y foton A çıxışdan böyüksə, fotoeffekt baş verir. Amma bizə deyir ki, ampermetr qapalı dövrədə cərəyan şiddətinin 0-a bərabər olduğunu göstərir. Bunun səbəbi nə ola bilər? Dedik ki, katod onda özü mənfidir, mənfiyə qoşulur. Normalda yox, katod mənfidir yox. Katod normalda mənfiyə qoşulmalıdır. Anod müsbətə qoşulmalıdır. Düzdürmü? Ki, qopan elektron hara hərəkət edə bilsin? Müsbət yüklənmiş, müsbət qütbə qoşulmuş anoda sürətlənir. Əgər fotoeffekt baş verirsə və ampermetrin göstəricisi 0-dırsa, dövrə də qapalıdırsa, demək, burada səbəb nə olacaq? Tərs qoşulub. Demək, katod qoşulub müsbətə, anod qoşulub mənfiyə. Tərs qoşulduğuna görə elektronlar neyib? Tutub saxlayır da, qoymur gelib anoda çatsın. Elektronlar geri qayıdır katodun üzərinə. Deməli, burada səbəb nə oldu? Qütblərin tərs qoşulması. Saxlayıcı gərginlik də yazmaq ola bilməz. Saxlayıcı gərginlik imkan vermir ki, qopan elektronlar getsin, anoda çatsın və anod cəryanı yaransın.
Sonra 9-da deyir ki, katodun səthindən qopan fotoelektronların maksimal kentgenişliğini hesablayın. Y Yenə foton çıx, A Y çıxırsan. foton bərabər idi. A çıxış üstə gəldi. Y kinetik maksimum. Bizdən də nəyi soruşur? Maksimal kentgenişliğini soruşur. Y kinetik maksimum. Y foton çıxılsın. A çıxış. Deməli, Y foton 6.8-dir. Çıxılsın 2. Bu da elə 4.8. Düzdür? Elektron volt. Ola bilər ki, sizdən joule-la soruşsunlar. Onda 1 elektrovoltun əvəzinə 1,6, onun üstü -19 joule-u qoyarsınız. Aydındır? Şərtə diqqət edin. Sonra bizdən soruşur ki, fotoeffektin qırmızı sərhədinə uyğun dalğa uzunluğunu tapın. Hesablayın. A çıxış HC bölünsün. Lambda maksimumdur. Yəni qırmızı sərhəd. Buradan da lambda max'ı tapsaq HC bölünsün. A çıxış. HC deməli 6 tam 10'da 4 10 üstü -34 C 3 10 üstü 8'dir. A çıxış 2 elektron voltdur. Bunu da vururuq 1,6 10 üstü -19'a. İndi buradan qəşəng ixtisarlı aparmalıyıq. 1/6'nı 2'yə vursaq 3/2. 6/4 ilə 3/2'ni ixtisar etsək qalar 2. 2 vur 3 6. Sonra -19 yuxarı qalxanda -19, -27. 34 ilə də -34 ilə 27'nin toplamı neçə edir? -7. -7 metrlə olacaq da, düzdür? Bəli. Məsələn, 6 10 üstü -7 metr. Başqa bir şey qaldı. Bizdə indi atom qaldı, uşaqlar. Bu həftə də atomun tapşırıqlarına baxarıq və mövzusunu izah edəcəm. Kimin sual varsa soruşsun, mən video qeydi saxlayıram. Deməli,